Maraqlı fizika dərsləri üçün bizi izləməyi unutmayın. Kanala abunə olun. Hər vaxtınız xeyir əziz abituriyentlər. Bugün sizlərlə bir yerdə Güvən nəşrlərinin yeni çıxartdığı sınaqlar toplusunda sınaq nömrə 1-in fizika suallarının izahına baxacağıq. Sualların izahına keçməmişdən öncə YouTube kanalımıza abunə olmağı unutmayın ki, digər suallarında izahları gəldikdə xəbərdar olasınız. Sınaq nömrə 1-in ilk sualının izahına baxaq. Şərtdə deyilir ki, AB trayektoriyası üzrə A nöqtəsindən B nöqtəsinə hərəkət edən cismin yerdəyişməsinin X və Y oxları üzrə proyeksiyasını hesablayın. Bizdən SX və SY soruşulur. Biz bilirik ki, SX bərabərdir, X çıxaq, X sıfıra bərabərdir. Eyni ilə SY bərabərdir, Y çıxaq, Y sıfır. Fikir verin, başlanğıcda cisim A nöqtəsindəymiş. A nöqtəsinin gördüyümüz kimi Y üzrə koordinatı -2, X üzrə koordinatı -3-dür. Yəni, X0 bərabərdir -3-ə, Y0 bərabərdir -2-yə. B nöqtəsinin isə son vəziyyət olduğundan, burada gördüyümüz kimi B nöqtəsinin X üzrə koordinatı X bərabərdir 10-a, Y üzrə isə 3-ə bərabərdir. Artıq yerinə yaza bilərik. Baxın, X-in yerinə yazacağım 10, X0-in yerinə yazacağım -3. Yəni, 10 çıxaq -3, o da olacaq 10 üstə gələk 3, bizə verəcək 13. Y çıxaq Y0-da isə Y-in yerinə 3, Y0-in yerinə -2 yazıram. Olacaq onda 3 çıxaq -2, o da 3 üstə gələk 2, 5 verəcək. Deməli, SX-ımız oldu 13, SY oldu 5. Baxın, D bəndində doğru cavab verilib. 32-ci sualda isə deyir ki, sükunət vəziyyətindən düz xətli bərabər təcilli hərəkətə başlayan avtomobil 3-cü saniyədə 15 metr yol gedir. Bu avtomobilin ilk 5 saniyədə getdiyi yolu hesablayın. Baxın, sükunət vəziyyətindən deyir. Deməli, başlanğıc sürət 0-a bərabərdir. Burada 3-cü saniyədə gedilən yol verilir. Belə məsələlərdə mən əvvəlki videolarda da qeyd etmişdim ki, cıvcı məsələlərinə diqqət etmək lazımdır. Hansı ki, belə olan halda nə edirik? Bu zaman 3 saniyədə gedilən yoldan 2 saniyədə gedilən yolu çıxmalısınız. Yəni, 3 saniyədə gedilən yolu necə taparam? Əlbəttə ki, AT kvadratı bölək 2-dən. Bu zaman A vuraq, T-nin yerinə 3 qoyuram, 3-ün kvadratı 9, bölək 2-mizi yazdıq. 2 saniyədə gedilən yolsa A vuraq, T-nin yerinə 2 yazıram, 2-nin kvadratı 4, bölək 2 olacaq. Deməli, 4A bölək 2 aldıq. Qeyd etdiyim kimi, 3-cü saniyədə gedilən yolu tapmaq istəyirəmsə də S3-dən S2-ni çıxmalıyam. Çıxanda 9A bölək 2 çıxılsın 4A bölək 2. Bu da bizə verəcək 5A bölək 2. Gördüyümüz kimi burada 15 metr verilib. Deməli, onda 5A bölək 2-ni 15-ə bərabər götürəcəm. Buradan 5A bərabər olacaq. 15 vuraq 2-yə, yəni 30-a. A-nı tapanda 30 bölək 5 bizə verəcək 6. Deməli, təcilimizi tapdıq 6. Sonra deyir ki, bu avtomobilin ilk 5 saniyədə getdiyi yolu hesablayın. Baxın, 5-ci saniyə demir, ilk 5 saniyədə getdiyi yol. Bu zaman sadəcə 5-i qoyursunuz T-nin yerinə və hesablayırsınız. S bərabər AT kvadrat bölək 2-dən. A vurulsun, 5-in kvadratı 25 bölək 2. Alımızda 6 tapmışdıq. 6 vuraq 25 bölək 2 olacaq. 6 və 2-ni aparam ixtisar. Məxrəcdə 1, sürətdə 3 qalır. 3 vuraq 25 bizə verəcək 75 metr. Baxın, C bəndi doğru cavabdır. 33-cü suala baxaq. X oxu boyunca düz xətli bərabər təcilli hərəkət edən cismin sürətinin proyeksiyasına zamandan asılıq qrafiki verilmişdir. 9-cu saniyənin sonunda bu cismin sürətinin modulunu hesablayın. Baxın, 9-cu saniyənin sonunda deyəndə burada çaşmayın. Düşünərsiniz ki, bu da cıvcı məsələsidir. Xeyr, 9-cu saniyənin sonunda deyəndə artıq T-nin yerinə 9 qoymaq lazımdır. Yəni, sonunda sözü varsa, bu artıq cıvcı məsələsinə aid deyil. Aha, indi deməli, gəlin əvvəlcə təcil tapmağa çalışaq. Fikir versəz, başlanğıc sürətin X oxu üzrə proyeksiyası 30-dur. Və 0x bərabər 30. Sonra 3-cü saniyənin sonunda Vx bərabər olmuşdur 12-yə. T-də 3. Gəlin AX-ı tapaq. AX bərabərdir Vx çıx V0x bölək T-dir. Yerinə yazsaq olacaq Vx-ım 12 və 0x 30 bölək T-miz də 3. 12-dən 30 çıxanda qalır -18, 3-ə böləndə olacaq -6. Təcilin X oxu üzrə proyeksiyasını tapdıq. İndi isə artıq 9-cu saniyənin sonundakı sürətin X oxu üzrə proyeksiyasını tapa bilərik. Nədən tapacağım? Əlbəttə ki, Vx bərabərdir V0x üstə gələk AX vuraq T-dən. V0x-ım 30, üstə gələk AX-a tapdıq -6.
T-nin də yerinə 9 yazıram. Olacaq onda 30 çıxılsın. 6 dəfə 9, 54. 30-dan 54 çıxanda qalır mənfi 24. Və burada da fikir versək, sürətin modulunu istəyir. Mənfi 24-dən də moduldan müsbət 24 çıxacaq. Baxın, D bəndi doğru cavabdır. Digər sualımıza keçək. 34-də şərtdə deyilir ki, düz xətlər hərəkət edən iki cismin hərəkət tənlikləri uyğun olaraq x1 bərabərdir 60 çıxaq 4-dür, x2 bərabərdir 6t üstə gələk 10 şəklindədir. İkinci cism ilə görüşənə qədər birinci cismin getdiyi yolu hesablayın. Əvvəlki videolarda da qeyd etdiyim kimi, görüşmə məsələlərində verilən tənlikləri, yəni x-in t-dən asılıq tənliklərini bir-birinə bərabərləşdiririk. Onda 60 çıxılsın 4t bərabərdir 6t üstə gələk 10 olacaq. Bir tərəfə keçirsək 10t bərabərdir 50 alacağıq. Burada 10 idi, 50 yazmışam. Aha. Deməli, buradan t də bərabərdir 50 bölək 10 olacaq 5. Deməli, 5-ci saniyənin sonunda bunlar görüşəcəklər. Və burada qeyd edir ki, ikinci cism ilə görüşənə qədər birinci cismin getdiyi yolu hesablayın. Birinci cismin sürətinin modulu, baxın, fikir verin, 4-ə bərabərdir. Yəni, L bərabər olacaq. Onda V vuraq T-dən 4 vurulsun. T-nin də yerinə bayaqlar tapdığımız 5-i qoyuram. 4 vuraq 5, o da olacaq 20 metr. A bəndi doğru cavabdır. 35-də cismin getdiyi yolun zamanın asılı qrafiki parabola verilmişdir. Bu cismin sürətinin modulunun zamanda asılı qrafiki hansıdır? Fikir versəz, hərəkət bərabər yavaşlayan hərəkətdir. Bu zaman biz V-nin t-dən asılı qrafikində də bərabər yavaşlayan hərəkəti axtarmalıyıq. Əgər qrafik zaman oxuna yaxınlaşırsa, bu zaman hərəkət bərabər yavaşlayan hərəkətdir. Baxın, Y bəndində doğru cavab verilmişdir. 36-cı sualda minik avtomobili 20 metr bölək saniyə sürətlə düz xətli bərabər sürətlə hərəkət edir. Deməli, sürət verildi V 20-dir. Aha. Avtomobilin təkərinin radiusu 40 cm-dir. R verildi 40 cm, amma metrə keçirəm. Yəni, veriləni 100-ə böləcək. 40-ı 100-ə böləndə alacağıq 0,4 metr. Onun 6 saniyə ərzində zaman verildi. 6 saniyə necə dövr etdiyini hesablayın. Böyüyeni, dövrənin sayını soruşur. 1-ə 3 verir. Biz bilirik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə V-nin düsturu V bərabərdir 2πrn bölünsün t-dir. Burada dövrlərin sayını n-i tapsaq olacaq VT bölək 2πr. Gəlin yazaq indi. V-miz 20, T-miz 6, bölək məxrəcdə 2 vurulsun, P-nin qiyməti 3, vuraq R-də 0,4. Baxın, 2 vuraq 3, 6 eləyir. Sürətdəki 6 ilə ixtisar gedir. 20 bölək 0,4 qaldı. Vergül atıram. Vergüldən sonra bir dənə rəqəm 4 olduğundan yuxarıya bir 0 əlavə edirik. 200 bölək 4 o da olacaq 50. Deməli, burada cavab olacaq C bəndi. 37-ci suala keçək. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkətlərində mərkəzə qaçma təcilinin bucaq sürətinin asılıq diaqramı verilmişdir. Hansı nöqtə xətti sürətin ən kiçik qiymətinə uyğundur? Baxın, xətti sürətin ən kiçiyini istəyir. V aşağısında K yazıram, yəni kiçik sözünün baş hərfi. Burada V, A və omega olan düstur verməliyik. Biz bilirik ki, A bərabərdir, omega vuraq, V düsturumuz var. Buradan V-ni tapsaq olacaq A bölək omega. İndi mən əlbəttə ki, V-nin ən kiçik qiymətini axtarıramsa, onda V A ilə burada düz asılı olduğundan, onda A-nın da kiçik qiymətinə baxmalıyam. Amma omega məxrəcdədir deyə, artıq omeganın böyük qiymətinə baxacağım, çünki tərs asılıdır. İndi burada fikir vermək olduğumuz məqam odur ki, hər birinə ayrılıqda baxmaq lazımdır. Baxın, A-nın ən kiçiyini axtarıramsa, A-ya aid olan ox buradır. Bu oxda əlbəttə ki, yuxarıya getdikcə qiymət artır. Deməli, mənə kiçiyi lazımdırsa, ən aşağıdakı olan nöqtələri götürməliyəm. Ən aşağıda olan nöqtələr 1 və 4-dür. Buradan bir xət keçirdik. Aha, indi omeganın böyüyünü axtarıramsa, omegaya aid olan ox buradır. Sağa getdikcə artır qiymət. Deməli, onda omeganın böyüyünü axtarıramsa, ən sağdakını götürməliyəm. Sağda olan nöqtələr isə 4 və 3-dür. Və 4-dən də 3-dən də bir xət keçirəm. Gördüyümüz bu iki xəttin kəsişməsində olan nöqtəni götürəcəm. Cavab olacaq D bəndi, yəni 4. 38-ci suala baxaq. Qayışlı ötürmə ilə fırlanan disklərin üzərindəki A nöqtəsinin B nöqtəsinin nəzərən sürəti 3,6 metr bölək saniyə olarsa, radiusu R1 bərabər 30 cm olan diskin bucaq sürətini hesablayın. R2-də 10 cm verilmişdir. Qayışlı ötürmədə biz bilirik ki, xətti sürətlər bir-birinə bərabərdir. Yəni, mən burada VA bərabərdir, VB yaza bilərəm. Gəlin, burada bir V deyək. Burada gəlin istiqaməti göstərək. Fikir versəz, bax, gördüyümüz kimi oxun istiqaməti bu istiqamətdədir. Deməli, onda bizim elə çevrəmiz B nöqtəsinə aid olduğu çevrə sadə əqrəb istiqamətində fırlanır. Əlbəttə ki, sadə əqrəb istiqamətdə fırlanırsa, bu zaman əlinizi aparırsınız. Bax, bu B nöqtəsində saxlayıb toxunan çəkirsiniz. Bu olacaq nə? VB-nin istiqaməti. Eyni ilə
Davam etdikdə görürük ki, oxumuz hansı istiqamətdədir? Bax, bu istiqamətdədir. Çevrədə aparıram əlimi və A nöqtəsində saxlayıram. Burada da toxunalımı çəkirəm. Yuxarıya doğru olacaq gördüyümüz kimi VA-da. Əks istiqamətdə olduğundan artıq deməli bunlar necə toplanacaq? Baxın, nəzərən sözü var. Nisbi sürətdən söz gedir artıq burada. Deməli, toplayanda VA da V-dir, VB də V-dir. Burada yazmışıq. Onda toplayanda olacaq nə? V üstə gələk V bərabərdir. Qiymətdə 3,6 verilmişdir. Deməli, 2V bərabər olacaq 3,6-ya. Buradan V-yə tapdıq 1,8. Gördüyümüz kimi VA və VB bərabər oldu 1,8-ə. İndi isə bizə R1 verilib 30 cm və bu diskində bucaq sürəti soruşulur. Gəlin santimetrdən metrə keçək. 30 cm bu zaman 100-ə böləcəm. 30-u 100-ə bölək. 0-lar getdi. Gördüyümüz kimi qaldı 0,3 metr. V-yə də tapdıq bayaqları 1,8. V bərabərdir. Omega R-dir biz bilirik. Buradan omeganı bucaq sürətini tapsaq olacaq V bölək R. V-miz 1,8, R-imiz 0,3. Vergüllər atırıq. 18 bölək 3 olacaq 6. Deməli, cavab burada oldu A bəndi. Növbəti 39-cu sualın izahına baxaq. Saatın saat əqrəbi hansı zaman müddətində 0,5 dövr edir? Saatın saat əqrəbinin periodu tez saat bərabərdir 12 saat. Bizdən hansı zaman müddətində, yəni kiçik t-ni soruşur, zamanı 0,5 dövr etdiyini qeyd edir. Böyük n dövrlərin sayı 0,5-ə bərabər oldu. İndi böyük t bərabərdir, kiçik t bölək n-dir. Buradan kiçik t-ni tapanda olacaq böyük t vuraq n. Böyük t-miz 12, vuraq n 0,5, yəni 2-də 1-dir. İxtisarlarımızı apardıq, bu da olacaq 6. Deməli, zaman olacaq burada 6 saat B bəndi. 40-da deyir ki, çevrə üzrə bərabər sürətlər hərəkətdən mərkəzə qaçma təcili hansı ifadələ təyin olunur? Bayaqlarda qeyd etdik ki, mərkəzə qaçma təcilinin A bərabərdir. Omega vuraq V düsturu var. Omegada biz bilirik ki, tezliklə olan düsturu 2pi kiçik n-dir. Gətirib bax, burada yerinə yazsaq, olacaq 2pi n vurulsun V. Baxın, Y bəndi doğru cavabdır. 41. Çevrə üzrə bərabər sürətlər hərəkətdə dövr periodunun sabit qiymətində, deməli, period mütləq düsturda iştirak etməlidir. Radius vektorunun dönmə bucağının zamandan asılı qrafiki hansıdır? Baxın, biz bilirik ki, omega bərabərdir, fi bölək t-dir. Həmçinin omeganın böyük t ilə olan düsturu var. 2 pi bölək böyük t. Bax, bu iki düsturu bir-birinə bərabər götürəcəm. T sabitdir. Pi-nin qiymətini bilirik, təqribi 3,14-dür. Baxın, 2 də sabitdir. Deməli, buradan da görünür ki, fi t ilə necə asıdır? Düz asıdır. Cavab olacaq B bəndi. 42-də cisim A nöqtəsindən çevrə boyunca hərəkətə başlayır. Bu cisim 1, 2 və 3 nöqtələrində olduqda onun A nöqtəsinin nəzərən yer dəyişmələrinin modulları arasında hansı münasibət doğrudur? Baxın, fikir verin. Cisim A nöqtəsindən 1 nöqtəsinə gələndə gördüyümüz kimi çevrənin 4/1 hissəsini gedir. Mən burada yerdəşməni tapmaq üçün əlbəttə ki, yerdəşmənin tərifini bilməliyəm. Cismin başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Başlanğıcım adı son nöqtəm 1-dir. Baxın, birləşdirdim. Gördüyünüz bu vektoru, yəni yerdəşməni S-i tapmalıyam. Baxın, burada gördüyümüz kimi çevrənin bax bu hissəsi radiusudur. Eyni ilə burada radiusudur. Perpendikulyarlıq alındı. Düzbucaqlış bucaq görürsünüz burada. Baxın, bu hissəni qeyd edirəm. Aha, düzbucaqlış bucaqda biz bilirik ki, hipotenuzun kvadratı kadetlərin kvadratı cəminə bərabərdir. Yəni olacaq, S-in kvadratı bərabərdir. R kvadratı üstə gələ R kvadratına. O da nə eləyəcək? 2R kvadratı. Buradan S-i tapmaq üçün 2R kvadratından kök alacam. R kvadratından kök R çıxır və 2-ni kök altda saxlayıram. Bu oldu S1 yerdəşməmiz. Gəlin indi ikinci nöqtəyə baxaq. Buranı silirəm. Aha. A nöqtəsindən 2 nöqtəsinə cisim gəlirsə, yenə başlanğıc və son nöqtələri birləşdirirəm. Baxın, gördüyünüz kimi çevrənin diametri alındı. Çevrənin diametri də radiusun 2 qat missidir. Deməli, onda S2 bərabər olacaq 2R. Bundan sonra artıq 3 nöqtəsinə gələ bilərik. Yenə başlanğıcım A, son nöqtəm 3-dür. Baxın, birləşdirdim. Gördüyümüz kimi, bax, burada radiusdur, burada radiusdur və yenə birinci halda aldığım halı almış oldum. Burada S-i tapanda Pifagor teoremindən istifadə edəcəm və yenə burada S bərabər olacaq R kökdə 2-yə. S3-ümüz də bərabər oldu R kökdə 2. S1 S2-yə bərabər, S1 S3-ə bərabərdir. S2 hamısından böyük olacaq. Çünki kökdə 2-dən təqribi 1 tam neçəsə çıxır. Əlbəttə ki, 2 daha böyükdür. Ona görə yazacağıq ki, S3 bərabərdir S1-ə və bunlar da kiçikdir S2-dən. Yəni, ən böyük S2-dir. Baxın, Y bəndi doğru cavabdır. Keçək 43-ə.
Şərtdə deyilir ki, cismə tətbiq edilmiş F1 və F2 qüvvələrin əvəzləyicisinin ən kiçik qiyməti 80 Newtondur. F1 bərabərdir F2 bölək 5-dir. F1 qüvvəsinin modunu hesablayın. Bax, gəlin buradan F2-ni tapaq. F2 bərabər olacaq nəyə? Əlbəttə ki, 5 vuraq F1-ə. Ən kiçik qiyməti dediyi üçün əlbəttə ki, deməli bu qüvvələr əks istiqamətdə yönəlib. Yəni onlar arasındakı bucaq 180 dərəcədə açıq bucaq əmələ gəlib. Nə edirik? Belə olan halda çıxırıq. Bu qüvvələri əks istiqamətdə yönəldiyindən böyük qüvvədən kiçik qüvvəni çıxacağıq. F2 böyükdür əlbəttə ki, gördüyümüz kimi 5 dəfə böyükdür özdə. Çıxacağıq indi 5F1 çıxaq F1 bərabərdir 80-ə. Buradan da alınır ki, 4F1 bərabər 80-ə. F1 də bərabər olacaq 80 bölək 4-ə. O da eləyəcək 20 Newton. B bəndi. 44-də hansı cihazlardan istifadə edərək cismin təcilini təyin etmək olar? Biz bilirik ki, A bərabərdir F əvəzləyici bölək M-dir. Kütləni ölçən cihaz tərəzi, qüvvəni ölçən cihaz dinamometrdir. Deməli olacaq 1 və 3. B bəndi. 45-ci sualımıza baxaq. Şərtdə deyilir ki, maddi nöqtəyə tətbiq olunmuş 3 qüvvənin əvəzləyicisinin modulunu hesablayın. Fikir versəz, bir damanı 4 Newton verib şərtdə. Gəlin indi F1 qüvvəsinin qiymətinə baxaq. Fikir versəz, 3 dama yuxarıyadır. Deməli, onda bura olacaq 3 vuraq 4, 12. F3 qüvvəsi isə 4 dama sağadır. Deməli, 4 vuraq 4 olacaq 16 Newton. F2 qüvvəsinin artıq həm X oxucuya, həm də Y oxucuya proyeksiyasına baxacağım. Fikir versəz, Y oxucuya proyeksiyası 3 dama yuxarıya doğru olacaq. O da olacaq 12 Newton. Y oxucuya proyeksiyasını yazdım. İndi X oxucuya proyeksiyasına baxacağım. X oxucuya proyeksiyası da 4 vuraq 4, o da olacaq 16 Newton. Baxın, yuxarıya doğru eyni istiqamətdə yönəlib 2 dənə 12 Newton var, toplayacağım. Yuxarıya doğru oldu 24 Newton. Sağa doğru isə olacaq aşağıda X oxucuya. 16 üstə gedək 16, 32. Artıq burada əvəzləyici qüvvəni necə tapacağım? Pifaqor teoremindən istifadə etməklə tapacağım. Yəni burada əvəzləyici qüvvəmiz bərabər olacaq. Kök altında 24-ün kvadratı, üstə gələk 32-nin kvadratı. Bu da edəcək kök altında 1600. 1600-dən də 40 çıxır kökdən. Deməli, cavab olacaq Y bəndi. 46-cı suala baxaq. Mayenin həcminin kütləsindən asılıq qrafikinə əsasən onun sıxlığını hesablayın. Rho bizdən soruşulur. Biz bilirik ki, rho bərabərdir M bölək V-dir düsturumuz. Baxın, M verilib burada 16 qramdır. Yazaq. M bərabərdir 16 qram. Qramdan kiloqrama keçəcəm. Veriləni 10 üzəri mənfi 3-ə vururuq. 16 vuraq 10 üstü mənfi 3. Kiloqrama keçdik. Həcmimizə baxaq. Həcm 20 millilitr verir. V bərabərdir 20 millilitrə. Millilitrdən litrə keçəndə 20-ni vuracam 10 üzəri mənfi 3-ə. Eyni ilə litrdən də metrin kubuna keçmək lazımdır. Yenə 10 üzəri mənfi 3-ə vururuq. Hesablamıram, olduğu kimi belə saxlayıram. İndi gəlin rho-nu tapaq. Rho bərabərdir, qeyd etdik M bölək V. M-imiz 16 vuraq 10 üzəri mənfi 3. V-imiz isə 20 vuraq 10 üstü mənfi 3. Bir də vuraq 10 üzəri mənfi 3. 10 üstü mənfi 3-lər getdi. 20 ilə 16-na aparam ixtisar. 4-ə aparaq. Məxrəsdə 5, sürətdə qaldı 4. 5-də 4, 0, 10-da 8-dir. 1 bölək 10 üzəri mənfi 3. 10 üzəri mənfi 3 yuxarıya çıxır və müsbətindən olacaq artıq. 0,8 vuraq 10 üstü 3. Bu da vahidi əlbəttə ki, biz alacağıq kiloqram bölək metrin kubu ilə. Qram bölək santimetrin kubuna keçsək 0,8 alacağıq. Keçək indi 47-ci sualımıza. Düzxətli bərabər yavaşlayan hərəkət edən verilmiş kütləli cismə təsir edən qüvvələrin əvəzləyicisinin zamandan asılı qrafiki hansıdır? Gördüyümüz kimi hərəkətin necə olduğu qeyd olunub. Bərabər yavaşlayan. Bərabər yavaşlayan bərabər təcilli hərəkətin bir növüdür. Adından da görünür. Bərabər təcilli. Burada nə sabitdir? Təcil, yəni A konstantdır. Mən də qeyd etmişdim ki, təcilli əvəzləyici qüvvə qardaşdır. Deməli, burada əvəzləyici qüvvə də sabit olacaq. Yəni F əvəzləyici bərabərdir konstant. Baxın, əvəzləyici qüvvənin sabit olduğu A variantında verilmişdir. 48. Qarşı-qarşıya hərəkət edən iki polad kürəcik mütləq elastiki toqquşur. Qarşılıqlı təsir nəticəsində kürələrin aldıqları təcillərin A2 bölək A1 nisbətini hesablayın. Əlbəttə ki, bu qarşılıqlı təsir nəticəsində birinci cisim tərəfindən ikinciyə təsir edən qüvvə eyni ilə ikinci tərəfindən birinciyə təsir edən qüvvə bir-birinə bərabər olacaq. Bu Newtonun 3-cü qanunundan bizə məlumdur. F1 bərabərdir F2-yə. Sadəcə istiqamətlər fərqli olacaq. Gəlin F1-in yerinə M1 vuraq A1 yazaq. F2-nin də yerinə M2 vuraq A2 yazaq. Buradan A2 bölək A1 nisbəti bərabər olacaq M1 bölək M2-yə.
Artıq fikir versəz, bunların hər ikisində polad kürəciyi olduğu qeyd olunub. Deməli, bu cisimlərin sıxlıqları bir-birinə bərabərdir. Yəni, ρ1 bərabərdir ρ2-yə. Biz bilirik ki, m bərabərdir ρ vuraq v-dir. Buradan aydındır ki, sıxlıqlar bərabər olanda m ilə v necə asılıdır? Düz asılıdır. Yəni, siz burada tutaq ki, ikinci cismin kütləsinə m desəz, həcmi v-dir. 2 dəfə çox olduğundan artıq birinci cismin həcmi. Deməli, onun kütləsi də 2 dəfə çox olacaq. Düz asılıdır axı. 2m yaza bilərik. Gəlin, indi yerinə yazaq. Bax, m1-im birinci 2m tapdıq. İkinci də m-dir. M-lər ixtisar getdi. Gördüyümüz kimi qaldı 2. Deməli, burada cavab oldu D bəndi. 49-cu suala baxaq. Hamar üfüqü müstəvi üzərindəki iki tircik çəkisiz iplə bir-birinə bağlanmışdır. M1 kütləli tircik F bərabərdir 5 Newton qüvvə ilə dartılır. İpdə yananan gərilmə qüvvəsi T bərabər 3 Newton olarsa, birinci tirciyin kütləsini hesablayın. M2-yə də verilib 600 qram. Cavabı da qramla verdiyi üçün mən çevirmə etməyəcəm. Baxın, fikir verin, F qüvvəsi 5 Newton verir. F qüvvəsi görün hansı cismi dartır. Sadəcə deməyin M1-i. İplə bağlı olduğundan həm də M2-ni dartır uşaqlar. Ona görə F-i bölməlisiniz M1 üstə gələk M2-yə. T isə, baxın, gördüyümüz kimi sadəcə M2-ni dartır. Ona görə T bölək M2-yə bərabər götürürəm. Bunlar da eyni təcillə hərəkət edir. İplə bağlıdır axı. Ona görə mən bərabərləşdirdim. Aha, indi gəlin qiymətləri yerinə yazaq. F-in yerinə 5 yazıram, bölək. M1-imiz yoxdur. M2-nin yerinə 600 yazıram. T bölünsün. T-nin qiyməti də verilmişdi. Gəlin onu da yazaq. Aha, T-nin yerinə 3 yazaq. Bölək M2-miz yenə 600. Çarpaz vururam. 5 vurulsun 600 bərabər olacaq 3m1 üstə gələk 3 vuraq 600-ə, yəni 1800. 5 vurulsun 600 eləyəcək 5 dəfə 6 30, yanına da 2 dənə sıfırımı əlavə edirəm 3000. Bu da bərabərdir 3m1 üstə gələk 1800-ə. Buradan 3m1-i tapsaq 3000 çıxaq 1800 bizə verəcək 1200. M1-i tapanda olacaq 1200 bölək 3, o da 400 qram. C bəndi doğru cavabdır. Keçək növbəti sualımıza, 50-ci suala baxaq. Verilmiş cismə təsirən əvəzləyici qüvvənin qiymətini 2 dəfə azaltdıqda onun təcili necə dəyişər? Verilmiş cisim deyir, deməli onun kütləsi sabitdir, yəni M bərabərdir, konstant yaza bilərik. Buradan biz bilirik ki, əvəzləyici qüvvəmiz F əvəzləyici bərabərdir, M vuraq adı. Gördüyümüz kimi kütlə sabit olduqda A ilə F əvəzləyici düz asıdır. Bayaqlarda qeyd etdik ki, əvəzləyici qüvvə ilə təcil qardaşdır. Əvəzləyici qüvvəni 2 dəfə azaltdıqda onun təcili də 2 dəfə azalacaq. Yəni A bəndi doğru cavabdır. 51-ci sualımıza baxaq. Üfüqi sat boyunca düz xətli bərabər təcilli hərəkət edən 5 kq kütləli cismin təcilinin modulunu hesablayın. Bu qüvvəni proyeksiya ayıracağam. Bu y oxu üzrə proyeksiyasıdır. Gördüyümüz kimi fy yazdım. Bu isə fx, yəni x oxu üzrə proyeksiyasıdır. Qeyd etmişdik ki, bucağa bitişik olan tərəf kosinüsdə olur. Yəni bura fx, baxın gördüyünüz bu alfa bucağına bitişik tərəf olduğundan fx bərabərdir. F vuraq kosinüs alfa yaza bilərik. Fy isə olacaq f vuraq sinüs alfa. Artıq bax burada fikir versəz sürtünmə nəzərə alınmır qeyd edir. Ona görə mən sürtünmə qüvvəsini qeyd etmirəm. Sadəcə gördüyümüz kimi cismə təcil verən, yəni təcili istiqamətində yönələn fx-dir. Ona görə biz fx-i əvəzləyici qüvvəyə, yəni ma-ya bərabər götürəcəyik. Ma bərabərdir f vuraq kosinüs alfa. Yerinə yaza bilərik indi. M-imiz 5-dir, təcilimiz yoxdur. F-imiz 15-dir. Kosinüs alfamız 0.8 qeyd olunub. 10.8 yazaq. Baxın, 8 ilə 10 aparıram 2 ixtisar, sürətdə 4 qaldı, məxrəcdə 5 qaldı. 5 15 aparıram, məxrəcdə 1, burada qaldı 3. 3-ü vur 4-ə 12. Buradan A-nı tapanda 12 bölək 5, 2 tam 5-də 2. Bu da bizə verəcək 2 tam 4. Yəni cavab olacaq B bəndi. 52-ci suala baxaq. Əyri xətli bərabər sürətli və düz xətli bərabər sürətli hərəkətlər üçün Euler Venn diaqramında uyğun mətləri müəyyən edin. Uşaqlar çox vaxt əyri xətli bərabər sürətli hərəkət sözünü görməyiblər. Çox vaxt gözləri aşıb düz xətli bərabər sürətli və yaxud da düz xətli bərabər təcilli hərəkət sözünü alışıb. Əyri xətli bərabər sürətli hərəkət elə çevrə üzrə bərabər sürətli hərəkətdir. Niyə? Çünki çevrənin özü əyri xətli hərəkətdir. Yəni burada trayektoriyamız əyri xəttdir. Yəni əyri xətli bərabər sürətli hərəkəti çevrə üzrə bərabər sürətli hərəkət kimi götürə bilərsiniz. Gedilən yol S bərabərdir VT düsturuyla hesablanır. Hər ikisinə də aid olacaq. Sadəcə çevrə üzrə bərabər sürətli hərəkətdə biz orada çox vaxt qövsün uzunluğunu görürük. Yəni orada V bərabər L böləkdə görürük. Orada da L bərabərdir VT-dir. Yəni S yazılmağına baxmayın. Yenə burada L bərabərdir VT-dir. Çaşmayın. Yəni bu ortağa gedəcək.
Gedilən yol yerləşmənin modundan böyükdür. Düz xətli bərabər sürətli hərəkətdə trayektoriya düz xətt olduğundan burada gedilən yol yerləşmənin moduna bərabərdir. Amma ayrı xətli hərəkətdə gedilən yol yerləşmənin modundan böyük olur. Yəni bu 2 birinciyə aid olacaq. Sürətin qiymət və istiqaməti zaman keçici dəyişmir. Düz xətli bərabər sürətli hərəkətə aid olacaq. Bu ayrı xətli hərəkətdə sürətin ədədi qiymət dəyişmir. Amma hansı ki sürətin istiqaməti dəyişir nöqtədən nöqtəyə. Baxın, deməli onda 3 ikinciyə getdi. Bərabər zaman fasiləndə gedilən yollar bərabərdir. Bu hər ikisinə də aid olacaq. Hansı ki, çevrə üzrə bərabər sürətli hərəkətdə bərabər zamanda bərabər qövslər cızır. Yəni qövsün uzunluğu bərabərdir. Yəni belə deyə bilərik, bərabər bucaq cızır. Belə də deyə bilərik radius vektoru. Həmçinin düz xətli bərabər sürətli hərəkətdə də bərabər zamanda gedilən yollar bərabərdir. Aha, deməli 4 də ortağa gedəcək. Aldıq ki, baxın, birinciyə uyğundur 2, ikinciyə uyğundur 3, üçüncüyə uyğundur 1, 4. Deməli 2, 3, 1, 4 baxaq C bəndində verilmişdir. 53-ə baxaq indi. Açar sözlərdən müəyyən ardıcıllıqla istifadə etməklə mətni tamamlayın. Açar sözlərimiz eyni istiqamətdə, əks istiqamətlərdə təcil və sürət. Ədədi qiymətcə vahid zamanda yerdəşməyə bərabər fiziki kəmiyyət sürətdir və bərabərdir S bölək T. Aha, buna yazacağıq 4. Ədədi qiymətcə vahid zamanda sürət dəyişməsinə bərabərdir. A bərabərdir delta V bölək T. Bu olacaq bizim təcilimiz. 3. Düz xətli bərabər yeniləşən hərəkətdə sürət və təcil vektorları eyni istiqamətdə yönəlir. Bərabər yavaşlayanda isə əks istiqamətdə yönəlir. Yəni burada gedəcək 2. Deməli cavab oldu 4, 3, 1 və 2. 54-cü suala keçək. Düz xətli hərəkətdən cismin koordinatının zamandan asılığı x bərabərdir 3t kvadratı üstə gələk 4t üstə gələk 5 şəklindədir. Cismə təsir edən qüvvələrin əvəzləyicisi 120 Newton olarsa cismin kütləsini kiloqramla ifadə edin. Biz bilirik ki, əvəzləyici qüvvənin düsturu F əvəzləyici bərabərdir M vuraq A-dır. Buradan M-i tapanda olacaq F əvəzləyici bölək A. Yəni cismin kütləsini. Burada təcil müəyyən etməliyik. Əvəzləyici qüvvə onsuz da 120 Newton verilib. Bərabər təcilli hərəkətdə koordinatın zamandan asılıq tənliyi x bərabərdir. x0 üstə gələk v0 xt üstə gəlinsin ax t kvadratı bölək 2-dir. Yəni t kvadratının qarşısındakı ax bölək 2 olacaq. Baxın t kvadratının qarşısındakı 3-dür. Deməli ax bölək 2 bərabərdir 3 yazacağıq. Buradan ax bərabər olacaq 3 vuraq 2-yə, yəni 6-ya. Yerinə yazsaq 120 bölək 6, bu da bizə verəcək 20 kiloqram. 55-ci sualda şərtdə deyilir ki, çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtənin xətti sürəti 12 metr bölək saniyə, mərkəzə qaçma təcili isə 3 metr bölək saniyə kvadratıdır. Çevrənin radiusunu metrlə hesablayın. Biz bilirik ki, A bərabərdir V kvadratı bölək R-dir. Buradan R bərabər olacaq V kvadratı bölək A-ya. V-miz 12-dir. 12-nin kvadratını gəlin 12 vuraq 12 şəklində yazaq. A da 3-dür. 3 və 12-nə param ixtisar. Məxrəcdə bir sürətdə 4 qalır. 4 vuraq 12 bizə verəcək 48. 56-da x oxunun əksi istiqamətində düzxətli bərabər təcilli hərəkətə aid olan qrafikləri müəyyən edin. X oxunun əksi istiqamətində deyir. Deməli, başlanğıc sürətin x oxu üzrə proyeksiyası mənfidir. Burada bərabər təcilli hərəkət olduğundan verintədən asılığı düz asılıq olmalıdır. Baxın, burada sabit verilib, bu da getdi. İkincidə, başlanğıc sürətin x oxu üzrə proyeksiyası yuxarıda olduğu üçün, baxın, V0x müsbətdir, 2 də 7. 3-də, bəli, gördüyümüz kimi V0x artıq burada mənfidir. 3-ü götürürük. 4-də, bəli, V0x mənfidir. Amma burada sabit olduğundan qrafikimiz, gördüyünüz kimi, bu düz xətli bərabər sürətli hərəkətdir. 4-də getdi, 5-də V0x böyük 0-dır. 6-da isə V0x mənfidir. 6 da doğru cavabdır. Deməli, oldu doğru cavab burada 3 və 6. 57-ci suala baxaq. Fiziki kəmiyyətlər və onların vahidləri arasındakı uyğunluğu müəyyən edin. Təcil. Təcilin vahidi metr bölək saniyə kvadratıdır. Hansı ki, biz bilirik ki, A bərabərdir. Delta V bölək T'dir. Burada delta V sürət dəyişməsi vahidi metr bölək saniyə. Zamanı da vahidi saniyədir. Gördüyümüz bu saniyə məxrəcə enəndə olacaq metr bölək saniyə kvadratı. Yəni, buraya 1-ə uyğun oldu C. İkincidə deyir ki, sıxlıq. Sıxlığın düsturu rho bərabərdir M bölək V-dir. Kütlənin BSD-də vahidi kiloqram. Həcmdə metrin kubu. Kiloqram bölək metrin kubu. Baxın, B bəndi. Həmçinin kütləni qramla da verə bilər. Metrin kubunu santimetrin kubu ilə də verə bilər. D-də uyğun olacaq bu varianta. 3-də qüvvə.
Qüvvənin vahidi Newtondur, Y bəndi. Newtonu gəlin açaq. Biz bilirik ki, F bərabərdir M-adır. M kütlədir, vahidi kiloqram. A təcildir. Bayaqlar aldıq ki, təcilin vahidi metr bölək saniyə kvadratıdır. Gətirib burada yerinə yazsaq, kiloqram vuraq metr bölək saniyə kvadratı. Deməli, A bəndi də 3-ə ayrılacaq. 1-ə C, 2-yə B-dir, 3-ə A və Y. 58-ə baxaq. Verilmiş radiuslu çevrə üzrə bərabər sürətli hərəkətdən cismin dövətmə tezliyi 0,25 K nöqtəsini keçdikdən sonra 6-cı saniyənin sonunda cismin sürət və təcil vektorlarını çəkin. Tezlik 0,125 verir. Gəlin əvvəlcə period tapaq. Period tezliyin tərs qiyməti. Yəni böyük T bərabər 1 bölək n, 1 bölək 0,125, virgül atıram, yuxarıya 2 0, 100 bölək 25 bizə verəcək 4. Deməli, bir tam dövrə sərf olunan zaman 4 saniyədir. Gördüyümüz 6-cı saniyənin sonunda deyirsə, yəni K nöqtəsindən başlayıb yenidən K-ya gəlməyə 4 saniyə vaxtın getdi. Geridə nə qaldı sənə? Altdan 4 çıx qaldı 2 saniyə. Baxmalıyam ki, ikinci saniyənin sonunda hansı vəziyyətdədir? Bax, gördüyünüz kimi bu 4 dənə bərabər hissəyə bölünüb. Onda hər hissəyə neçə saniyə düşür? Əlbəttə ki, 4-ü böləcəksiniz, aldığınız periodu 4-ü böləcəksiniz 4-ə. Hər hissəyə 1 saniyə düşür. Yəni, K-dan başlayıb yenidən K-ya gəlməyə 4 saniyə vaxtın keçəndən sonra yenidən, bax, buraya tutaq ki, A nöqtəsi deyirəm, buraya B nöqtəsi deyirəm, buraya da C nöqtəsi deyirəm. K-dan başlayıb yenidən A-ya gələndə 4 üstə gələk 1, 5-ci saniyənin sonu olacaq. A-dan sonra B-yə gələndə 5 üstə gələk 1, 6 olacaq. Yəni 6-cı saniyənin sonunda artıq sən B nöqtəsində olacaqsan. B nöqtəsində xətti sürəti göstərək. Fikir verin, sadə əqrəb istiqamətində fırlanır bizim bu çevrəmiz. Deməli, əlinizi sadə əqrəb istiqamətində aparırsınız və B nöqtəsində dayanıb toxunanı çəkirsiniz. Gördüyümüz kimi sola doğru olacaq bizim V-nin istiqaməti. Təcil isə mərkəzə doğru yönələcək, yəni bax, yuxarıya doğru. Bu da A-nın istiqaməti olacaq. 59-da durğun suya nəzələn sürəti 12 metr bölək saniyə olan motorlu qayıq. Deməli, qayığın sürəti verildi və qayıq bərabər 12-dir. Çayın axının əksi istiqamətində düz xətli bərabər sürətlə hərəkət edir. Qayıq 4 saniyə ərzində 46 metr yol gedərsə, T bərabər 4-dür. Yolumuz L bərabərdir 46 metr. Çayın axın sürətini V çay bərabərdir soruşulur. İndi bu qayıq çayın axının əksinə getdikdə bu zaman qayıq ona maneçilik törədir. Yəni çay qayığa maneçilik törədir. Və bu zaman əlbəttə ki, qayığın sürətindən çıxmalısınız çayın sürətini. Yəni çayın sürəti qədər qayığın sürəti azalır. Onda yazmalısınız ki, V qayıq, çıxaq V çay, vurulsun T bərabərdir elə. L bərabərdir VT düsturundan düz xətli bərabər sürətli hərəkətdə bilirik. Deməli, V qayıq 12-dir, V çayı bilmirik. Vuraq T'miz 4-dür, L də 46-dır. Buradan 12 çıxılsın. V çay bərabər olacaq 46 bölək 4-ə. Bu da bizə verəcək 11,5. V çay da bərabər olacaq 0,5-ə. Gördüyümüz kimi çayın sürətini aldıq 0,5 metr bölək saniyə. 60-cı sualda minik avtomobili ilk 20 saniyə ərzində 108 km bölək saat sürətlə düz xətli bərabər sürətlə hərəkət edir. Gəlin əvvəlcə sürəti çevirək. Baxın, V bərabərdir 108 km bölək saat. Çevirmək üçün əlbəttə ki, 1 kilometrimiz 1000 metrdir. Vuracam onda 1000-ə. Və 1 saatımız 3600 saniyədir. Məxrəcdə yazdım. Aha, sıfırlar ixtisar getdi. Buradan 36 ilə onu 2-yə aparanda ixtisar sürətdə 5, məxrəcdə qaldı 18. 18 ilə də 108 elə 18 ixtisar gedir. Məxrəcdə 1, burada qalacaq 6. 6 vurulsun 5 bizə verəcək 30. Deməli, 108 km bölək saat oldu 30 metr bölək saniyə. Bu ilk 20 saniyə müddətində düz xətli bərabər sürətlə hərəkət etdi. Sonra deyir ki, 20-ci saniyənin sonunda avtomobil tormozlanaraqdan düz xətli bərabər yavaşlayan hərəkət edir. 25-ci saniyənin sonunda isə dayanır. T bərabərdir 0 anında 20 saniyə və 25 saniyə anlarında uyğun sürətin qiymətlərini yazmaqla ilk 25 saniyə ərzində avtomobilin sürətinin modulunun zamanın asılı qrafikini çəkir. Baxın, ilk öncə V-nin T-dən asılı qrafikini çəkək. Fikir verin, ilk 20 saniyə ərzində qeyd edir ki, 108 km/s sürətlə düz xətli bərabər sürətlə hərəkətdir. Düz xətli bərabər sürətlə hərəkətdə sürət sabitdir. Baxın, sürət də 30 verilib, deməli 30-dan sabit çəkməliyik. Gördüyümüz kimi, bax buraya 30 desək, 30-dan sabit çəkdik. Və ilk 20 saniyə deyir, deməli, onda bax buraya uyğun zamanı 20 yazıram. Daha sonra deyir ki, bizim bu cisimimiz 20-ci saniyənin sonunda avtomobil tormozlanaraq düz xətli bərabər yavaşlayan hərəkət edir. Bərabər yavaşlayanda sürət azalmalıdır. Baxın, sürət azala-azala gəlir və sonunda əlbəttə ki, gördüyümüz kimi burada da qeyd etdiyi kimi
25 saniyənin, 25-ci saniyənin sonunda dayanır. Yəni son sürət 0 olur artıq burada. Bax, burada 25 yazıram. Və gördüyümüz kimi 25-ci saniyənin sonunda sürət olmuşdur 0. Yəni dayanmışdır. Burada bizdən yol da soruşula bilər. Məsələdə yolu tapanda artıq, bax bu VT qrafikindəki fiqurun sahəsinə baxacaqsınız. Düzbucaqlı trapesiyanın. İndi bizə yol soruşulmadığı üçün hesablamıram. Beləliklə, əziz şagirdlər, sizlər üçün sınaq 1-in izahını verdim. Ümid edirəm ki, izah aydın oldu. Əgər videodan yararlandınızsa da kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Digər dərs izahlarında görüşənədək özünüzə yaxşı baxın. Sağ olun.